Sizin kimi sizlerin sesini kesmək lazımdır. Dur! Bir de seni bu kızın yanında görsem, bu sefer kim merhametli olmayacağım. Yat orada! Al bunu, bu da mənim nömrəm yazılır. O oğlan bir de seni incitsə, mənə zəng eləyərsən. Şef, nasıl problem var? Murat zəng eləmişdi. Onunla danışırdım. Və sonda qanımız niyə qaradı? Səncə? Mallara görə? Ha, problemsiz gəlsəydi mallar. Rahatlanardıq. Vallahi bu indiki zamanədə heç kimə inam qalmayıb. Heç kimə. Düz deyirsən. Nə kişisinə inam var, nə qadınına. Çox etibarsız dünyadır. Çox. Dünya etibarsız deyil Orxan. İnsanlar da etibarsız. Kimə bir yaxşılıq eləyirsən, o yaxşılığı başa düşmür. Bax buna görə də bundan sonra heç kimə yaxşılıq eləməyəcəm. Heç kimə. Alo, Alo, hə Hikmət? mallar akşam Bakıdadır. Hə, məlumatım var. Bilirəm. Mən də elə depoya gedirəm. Ha, mənə də indi zəng eləyib dedilər. Ora çatan kimi sənə zəng eləyəcəm, narahat olma. Bir şey diyeyim sana, orada elə işləri quruyan ki, bir narahatçılıq olmasın. Başa düşdün? Narahat olma. Malları qəbul eləyən kimi sənə zəng vuracam. Strafil, mən sənə arxayınam ha. Deyim da sağ yaxşı bir xəbər. Bizim uşaqlar Muradı tapdılar. Bax bu hoşuma geldi. Halaldır sənə. Yavaş-yavaş gözümə girirsən. Enirik. Gedirik baskına. Harda yeri? Evində deyil yəqin ki. Harda gizlənib? Bağ evindədir. Nə bax? Bu normal bizim bildiğimiz bağ evi də. Söz vermə! Söz vermə! Get tap gətir. Gətir balamı. Dayana bilmirəm artıq mən. Dayana bilmirəm, başa düşürsən. Nəfəs ala bilmirəm artıq. Boğuluram. Xahiş edirəm, tap gətir. Söz vermə. Sakitləşməyə çalış Mehriban. Övladımızı tapıb gətirəcəm. Söz verirəm sənə. Sakitləşməyə çalış. Onlar bir-birlərini qırırlar. Aralarındakı söz-söhbət yaman güclüdür. Yəni ki, sən, mən yaddan çıxmışıq. Qorxmağın ehtiyac yoxdur. Bu da bir tərəfdən məni sıxır. Sıxılıram, başa düşürsən. Yaxşı olar, fikir eləmə. Bura bax, eşitdiyimə görə özünə adamlar yığırsan, nə bilim, iş qurursan özünə. İş qurmağa çalışıram Orxan. Küçələrdə diləndirirlərmiş. İnana bilirsən sən buna? Mənim uşağımı, ha? Mənim. Bu nə deməkdir bilirsən? Mənim də qulağıma son vaxtlar bu uşaq oğulları haqqında çox şey gəlib çatıb. Uşaqları həm diləndirirlər, həm də oğulluq etməyə məcbur edirlər. Yaxşı Orxan, sən gəlmə. Mən gedim, görüşərik, yaxşı? Görüşərik. Deyək o. Alo. Nə?
Bu necə ola bilər Coşqun? Ha? Bu necə ola bilər? Kənan bizim villaya baskın eləyib, ha? Sənlə evə mən? Adamlar çox idi. Bizim adamlar bacarmıyor ha onlarla. Ha? Deyirəm axı, adamlar çox idi. Adamlar çox idi, sən adamlarını çoxalt. Başa düşdün? Yaxşı, çoxaldaram. Çoxaldaram yox. Çoxalt. Necə keçdi bu gün məktəbdə dərsin Zaur? Yaxşı keçdi. Neçə dənə 5 almısan, amma düzünü denə. 2 dənə. Neçə dərsin var idi bu gün? 6. 6 dərsi elə 2 dənə 5 almısan? Əsas fənlərdən almışam da. O biri fənlərin hamısı musiqi, rəsm, idman idi. Tarixlə riyaziyyatdan 5 almısan? Hə. Hə, lap yaxşı. Bax, ilin sonudur, çalış dərslərini yaxşı oxu. Yəni, nəsə bir sualın olanda məndən soruş, bacardığım qədər köməklik eləməyə hazıram. Yaxşı, qaqa. Kənan, and olsun Allaha, bu dəfə o Murad əlimizdən çıxa bilməyəcək. Nəyin baxasına olur olsun. Qoy onu əlimə keçirdim, parça-parça eləyəcəm onu. Onun leşini itlərin qabağına atacam. Hə, daha denən onunla itlərin bayramıdır ki. Tək itlərin bayramı olmayacaq. Mənim də bayramım olacaq. Bacımın qısasını alacam ondan. Onu öldürəndən sonra rahat yaşayacam mən. Kənan, bir şey çatmadı da. Bax, bu ikimiz nəyə gedirik baskına? Nədir? Qorxdun? Hə, Allah sakılməz, o kimdir ondan qorxam. Qorxmuram. Keçən səfər nə qədər adamla getdik? Hani boş qayıtdıq. Bu səfər ikimiz gedirik ki, şübhə çəkməyək. Boş qayıt, tapıb öldürək. Belə baxıram, düz deyirsən. Ağırlı fikirdir. Gedək deyirsən, gedək də ikimiz gedək. Sən sür, tez sür. Gedək yapaq, birdən yerində dəyişər. Tez sür. Murad, biz hazırlıq gedə bilərik. Bəs eləcək adamlar bizə? Adamlarımızın çoxsu maşındadır. Bizi gözləyir. Yaxşı. Vacib bir zəng gəlməlidir mənə. O zəng gəlsin, danışım, gedək. Vəli, adamlarından nə xəbər var?
Hələ heç bir xəbər yoxdur. Adamlarımın hamısını tapşırmışam. Hər yerə baxırlar. Aydındır. Onlara çox ciddi bir şəkildə tapşırıq ver. O adamın yerini mənə mütləq tapsınlar. Siz heç narahat olmayın. Mənim adamlarım onların yerini tapacaq. Mən narahat deyiləm. Öz uşağımı tapmışam. Amma onların əlində çoxlu sahibsiz uşaqlar var. Biz onları mütləq tapıb valideynlərinə qaytarmalıyıq. Qoy heç bir uşaq valideynsiz, valideynlər də uşaqsız qalmasınlar. Bizim onlara heç olmasa faydamız dəysin. Ona görə də adamlarına çox ciddi şəkildə tapşır. Onların məkanını, yerini, özlərini mütləq tapsınlar. Aydın oldu mu? Bəli, düz deyirsiniz. Gedə bilərsən. Sən adam da olamsan, hə? Hani Murad? Ya ki səbirli ol. Mən adamlarından aldığım məlumata görə Murad burada olmalıydı. Ama yoxdur. Hardadır bu Murad? Hə? Murad! Sənin adamların sənə səhv məlumat verib. Belə çıxır ki, məni də aldadıblar. Sənin gördüyün işin için indi mən nə deyim? Bu dəfə də sənin adamların sənə səhv məlumat verib. Gel onları da öldür. Özünü də öldür. Narahat olma. Mən sənə söz verirəm Kənan. Mən bu Muradı bu dəfə mütləq şəkildə tapacağam. Mütləq şəkildə. Murad, biz ne edeceğiz indi? Məndən sorsan, nə edəcəyik? Coşku, bu kəlanın yerini tapın mənə. Yerin dibinə də girsə, onu axtar tap mənə. Oldu. Bir işə də yarayın.
Kimni zəng eləyir? Boş ver işdən də. Narahat olma. O bekar arvadı mıydı? Dedim axı boş ver işdən də. Gədə səni düşürdüm evə. Oradan da gedim işə, biraz işlərim var. Gedək. Ayağın necə oldu? Narahat olma. Şükür, yaxşıdır. Güzələr yavaş-yavaş. Biz belə şeylər çox görmüşük. Çalış. Bir də düz almadığım məlumata mən aparma. Alo. Alo. Eşitdiyimə görə mən axtarırsan. Əcəli vaxt axtarırsan sən? Görüşəndə görərik kim kimin əcəli olacaq. Az qaç gizlən. Çıx qabağıma kişi kimi. Mən qaçıram, ya sən mənlə qaçırsan, hə? Mən heç yerə qaçmıram. Mən səni axtarıram. Qaçan sənsən. Mən yox. Hə, hiss olunur. Qorxumdan rayona qaçıb getmişdin, he? Hə, rayona getməyimin sənə dəxlisi yoxdur. Sən yeri denən mənə. Gəlim kişi kimi danışaq. Sənə konum atıram. Gəl, səni gözləyirəm. Mən tək olacam. Hə, bir də eşitdiyimə görə özünə bir dəstə ordu yığmısan. Onları da götür gəl. Birinci səni öldürəcəm. Sonra da o yanındakı o adamları var. Yaxşı. Gələndə görərik. Kim o tərəfə göndərir. Kenan, yəni mən belə başa düşürəm, yəqin ki, tək getməzsən də onun yanına. Hə? Yox, mən ora tək gedəcəm. Bu artıq onunla mənim aramda olan söhbətdir. Allah ya ona verər, ya mənə. Bunlar kimdir? Əşi, mən nə bilim kimdir. Sən də ki, söz tapmır səni soruşmağa. Hə, Hikmət. Bir problemi yoxdur ki.
Depodayam, mallar gəlib. Hər şey qaydasındadır. Narahat olma. Niyə hikmətə dizini demədin? Hikmətə nə deyim? Hikmətə deyim ki, bizə silahlı hücum ediblər burada. Hədə bilməliydi. Onu bilmək haqqı var idi. Mənə bax, sən elə gəlmir ki, çox danışırsan. Bir də ki, burada olanlar ikimizin aramızda qalmalıdır. Gördüyünlərin də hamısı sənin üçün bir yuxu olmalıdır. Vəssalam, başa düşdün mən nə deyirəm? Həyatda heç kəsə tam güvənmək olmaz. Unutma ki, və bil ki, beyaz gülün qara kölgəsi var. Söz vermə, get tap gətir. Gətir balamı. Dayana bilmirəm artıq mən. Dayana bilmirəm, başa düşürsən. Nəfəs ala bilmirəm artıq. Boğuluram. Xahiş edirəm, tap gətir. Söz vermə. Sakitləşməyə çalış Mehriban. Övladımızı tapıb gətirəcəm. Söz verirəm sənə. Sakitləşməyə çalış. Dayan görək sən kimsən? Salam aleyküm qardaş. Aleyküm salam. Yemək sifariş eləməmisiniz? Yox, heç də sifariş verməmişik.
oyun başladı. Xəyanət edənlər torpa bastırıldı. Dosta düşmən amma maskalı. Burada tək qayda silah danışmalı. Küçələr qanlı, divarlar susur. Hər addım pusku, hər an güllə uçur. Nə polis, nə də hakim idarə edir. Bu şəhərdə yalnız güc hökm verir. Düşmən gizlənir, amma biz bilirik. Bir işarə ilə səni silirik. Qan borcunu zaman ödədik. Bunu yalnız güllə həll edir. Qorxmayın, qorxmayın uşaqlar, qorxmayın. Qorxmayın, siz evə aparmağa gəlmirlər. Qorxmayın, gəlin. Gəlin mənimlə, qorxmayın. Gəlin, siz evə aparacağım, gəlin. Gəlin. Müdür gün batanda adımız dolaşır qaranlıq şəhərdə. İstəsək yerlər silkələnəcək. Bir siqnal ilə hər şey dəyişəcək. Dostun yox, burada yalnız oyun var. Qaydalar sərt, geri dönüşü yox. Sən ya zirvədəsən ya da torpaqda. Qorxular səni yaşadacaq ya da. Bu şəhər yanır qaranlıq içində. Hər gün yeni adlar silinir gizlicə. Ya bizdən ol ya da çıx bu yoldan. Çünki burada mərhəmət yoxdur. İnan, darmadağın şəhər titrəyib, biz buradayıq. Qanlar içilir darmadağın. Kim qalxıbsa bu oyunda ya qazan ya da yıxıl. Biz yazdıq qanunu. Bu oyun bitmir, unut bunu. Anar bəy, sizi belə görməyimə çox sevindim. Hə, bəli. Bir gün övlad sahibi olanda məni daha yaxşı başa düşərsən. İnsan sevdiklərindən ayrı qalanda daha tez qocalır. Apar uşaqları valideynlərinə təhvil ver. Oldu, baş üstə.
Gecə qaranlıq, şəhər susqun, küçələrdə kölgələr pusqu. Bizi tanı, biz qanun yazırıq, qorxu içində adın yanır. Darmadağın, şəhər titrəyir, biz buradayıq. Qanlar içilir darmadağın. Kim qalxıbsa bu oyunda ya qazan ya da yıxıl. İlk güllə atıldı, oyun başladı. Xəyanət edənlər torpa bastırıldı. Dosta düşmən amı maskalı. Burada tək qayda silah danışmalı. Küçələr qanlı, divarlar susur. Hər addım pusqu, hər an güllə uçur. Nə polis, nə də hakim idarə edir.